Salam, hər vaxtınız xeyir. Mən Nuri Akademi Tədris Mərkəzinin riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə Nuri Akademi Tədris Mərkəzinin bilirsiniz ki, tədris ili boyunca ibtidai sinif müəllimləri üçün MİQ və sertifikasiya imtahanına tam imtahan modelinə uyğun ümumi sınaq imtahanları keçirdiririk. Bu günlərdə ümumi sınaq imtahanları 8-in izah videosu sizə təqdim edəcəm riyaziyyat suallarının. Ümumilikdə 20 sual MİQ İlk 20 sual həm MİQ imtahanına hazırlaşan müdavimlərə, həm də sertifikasiya imtahanına hazırlaşan müdavimlərə düşüb. Növbəti 5 sual isə sırf sertifikasiya imtahanına hazırlaşan müdavimlərə düşüb. Yəni artıq əvvəlki sınaqlarımızda iştirak edən müdavimlər artıq bilir ki, çünki sertifikasiya sualları 25 dənə olur riyaziyyatdan. Ona görə ilk 20-si MİQ-lə eyni belə deyək, test tapşırıqları olur. Son 5-i isə sırf sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün hazırladığımız suallar olur. MİQ-çilər təkrar məqsədi ilə özünüz də videonu saxlayıb işləyə bilərsiniz ki, təkmilləşə biləsiniz. Gəlin artıq testlərin izahına başlayaq. Birinci sualdan baxaq. Deyir, 2 ədəddən hər birini 5 dəfə artırsaq, alınan cəm 650 olar. Deməli, onda 2 ədəd biri x, biri y olsa 5x üstə gəl 5y bərabərdir cəmi 650-yə. Onda x ilə y-in cəmi 650-yi bölsən 5-ə, hər tərəfi 5-ə bölüləndə eləyir 130. Daha sonra deyir ki, əgər böyük ədədi 50 vahid artırsaq, tutaq ki, böyük ədədim x-dır, 50 vahid artırsaq, ondan alınan ədədlə, yəni alınan ədəd x üstə gəl 50-dir. Kiçik ədədin fərqi, yəni çıxsam y, çünki böyük ədədə x demişəmsə, kiçik ədədim y olur. Ədədlə kiçik ədədin fərqini böyük ədədə bərabər olar, yəni elə x-in özünə bərabər olar. Biz də bilirik ki, tənliyi həll etmək üçün məhsullar bir tərəfə yığırıq, məlumlar bir tərəfdə qalır. 50 olduğu kimi qalsın. Bərabərliyin sol tərəfindən sağ tərəfinə və ya sağ tərəfindən sol tərəfinə, yəni bərabərliyin bir tərəfindən digər tərəfinə bir ifadə keçirdərsəm, işarə tərsinə çevrilər. Yəni, x bu tərəfə gələndə burada müsbət idisə qarşısı, x bu olduğu kimi qalır. İkinci x gələndə çıx x, üstə gəl y olur. X-lar gedir, qalır y bərabərdir 50-yə. Y 50-dirsə, x 80-dir. Çünki 80 üzərinə 50 gələndə 130 eləyir. Onsuz da heç bizə 80 x-in qiyməti lazım deyildi. Çünki bizə deyir ki, kiçik ədədin kvadratını tapın. 50-ni kvadratı, yəni 50-ni 50-yə vurmaqdır. Bu da eləyir 2500. Doğru cavab olur D variantı birinci test tapşırığında. İkinci test tapşırığına baxaq. Üçbucağın 1 və 2 tərəflərinin cəmi 55, 2 və 3 tərəflərinin cəmi 44, 1 və 3-cü tərəflərinin cəmi 39 olarsa, bu o deməkdir ki, məsələn, bir dənə üçbucaqda A birinci tərəf, B ikinci tərəf, C üçüncü tərəfdir. A ilə B-nin cəmi 55-dir. B ilə C-nin cəmi 44-dür. Daha sonra A ilə C-nin cəmi isə 39-dur. Bunların hər birini toplayırıq tərəf-tərəfə. Eləyir 2A üstə gəlinsin 2B üstə gəlinsin 2C bərabərdir 138-ə. Buradan da hər tərəfi 2-yə bölsəm A üstə gəl B üstə gəl C bərabərdir 138-i 2-yə böləndə eləyir 69. Deməli A, B, C-nin cəmi 69-dur. Biz bilirik ki, A, B cəmi 55-dirsə, deməli buradan C 14-ə bərabərdir. C 14-dürsə, B 30-dur. B 30-dursa əgər, A da 25-dir. Deməli, onda yazsaq A 25-dir, B 30-dur, C də 14-dür. İndi gəlin təkliflərdən hansı doğrudur deyir. Tərəflərdən ən böyüyünün rəqəmləri cəmi 5-dir. Tərəflərdən ən böyüyü 30-dur, onun da rəqəmləri cəmi 3-dür. Bu fikir yanlışdır. Tərəflərdən ən kiçiyinin rəqəmləri cəmi 7-dir. Tərəflərdən ən kiçiyi 14-dür, rəqəmləri cəmi 1 üstə gəl 4, 5-dir. Bu fikir də səhvdir. Üçbucağın perimetri 138 dərəcədir. Üçbucağın perimetri A üstə gəl, B üstə gəl, C-dir. A üstə gəl, B üstə gəl, C-dir 69 belə perimetri 138-dir, səhvdir də, yəni 69-dur. Bu fikir də yanlışdır. Daha sonra D-yə baxaq. Tərəflərdən ən kiçiyi 7-yə qalıqsız bölünür. Tərəflərdən ən kiçiyi 14-də 14 7-yə bölünür, qalıqsız bölünür. Çünki cavab 2 eləyir. Bu doğru fikirdir. Doğru cavab D variantıdır. Amma gəlin Y variantına da baxaq. Tərəflərdən ən böyüyü 9-a qalıqsız bölünür. 39-a yox, qalıqsız bölünmür. 30-u 9-a böləndə 3 dəfə 27, 3-də qalıq qalır. Bu fikir də yanlış fikirdir. Üçüncü suala baxaq. Aralarındakı məsafə 148,2
kilometr olan iki şəhərdən eyni zamanda məsələn A ilə B arasında bir şəhərdir. Məsələn A şəhəri, B şəhəri. Birindən motosikletçi yola çıxır, birindən velosipedçi yola çıxır. Və aralarındakı məsafədə 148,2 kilometrdir. Deyir deməli ki, motosikletçi və velosipedçinin deməli deyir ki, qarşı-qarşı yola çıxır və motosikletçinin sürəti velosipedçinin sürətindən 3,5 dəfə çox idi. Onda gəlin belə eləyək. Velosipedçinin sürətini V götürsəm, motosikletçinin sürəti 3,5 V olar. Buna uyğun olaraq da biz bilirik ki, 2,5 saatdan sonra motosikletçi və velosipedçi arasında hələ, yəni motosikletçi gəlin məsafə, velosipedçi gəlin məsafə, amma hələ də qalan bir məsafə var, 8,7 kilometr. Onda 2,5 saat ərzində motosikletçi və velosipedçi cəmi nə qədər yol getdiyini bilmək istəyirəmsə, 148,2-dən çıxıram 8,7-ni. Bu da eləyir 5, 139,5. Deməli, 2,5 saatdan sonra və 3,5 sürətimdir, 3,5 V-dir. Saatı, yəni 2,5 saatdan sonra, yəni 2,5-ə vursam, motosikletçinin getdiyi yol olar. Velosipedçinin getdiyi V sürətini də 2,5-ə vursam, eləyəcək 2,5, yəni getdiyi 2,5 saata getdiyi yol. Və bu yolları toplasam, mənə verəcək 139,5-i. Deməli, onda gəlin hesablamaya keçək. Bu sürətimdir. Bilirəm, S-i tapmaq üçün V-ni T-yə vurmalıyam. Onda V-im 3,5 V-dirsə, 3,5-i vurmalıyam 2,5-ə. Burada 3,5-i 2,5-ə vururam. Üstünə gəlirəm. V-ni yenə də vururam 2,5-ə. Bu olur motosikletçinin getdiyi yol. Bu da olur velosipedçinin getdiyi yol. Bərabər olur 139,5-ə. Deməli, 3,5-i vurmalıyam 2,5-ə. Deməli, 3,5-i vuranda 2,5-ə eləyir 8,75 V. 8,75 V-nin üstünə 2,5 V-ni gələndə bərabər eləyir 139,5-ə. Buradan da üstünə 2,5-i gəlsəm eləyir 11,25 V bərabərdir 139,5-ə. Onda V-ni tapmaq istəyirəmsə 139,5-i bölə bilərəm 11,25-ə. Bu da eləyəcək 12,4. Deməli, sürətim 12,4-dür velosipedçinin. 12,4. Bundan 3,5 qədər çox isə motosikletçinin sürətidir. 3,5-i vururam 12,4-ə. Alıram 43,4 km/saat C variantı. Fərqli tip necə yaza bilərdik? Biraz 3,5 görən kimi, məsələn, belə deyildi, onluq bir ifadə görən kimi mən əsasən bunu 2V, bura 7V yazardım ki, hesablamam daha rahat baş vermiş olsun. Amma yenə də hər yolla, hansı yolla gedirsiniz, gedin, axırda cavabı doğru ala biləcəksiniz. Deməli, 3-cü sualda da doğru cavab C variantıdır. 4-cü suala baxaq. Sahəsi 729 ar olan kvadrat şəkilli, deməli, kvadratı şəkildəki kimi 3 bərabər hissəyə bölsək və alınan düzbucaqlar şəkildəki kimi üst-üstə gəlməməklə. Baxın, buradakı şəkil üst-üstə gəlməyib. Baxın, elə düşünməyin ki, bu bir düzbucaqlıdır. Bu da ikinci düzbucaqlıdır. Üç bucaq belə deyil. Şəkil belə deyil. Baxın, şərtdə deyir ki, üst-üstə gəlməməklə. Yəni, bu bir düzbucaqlıdır. Burada bitir. Bu düzbucaqlı eynisi burada da belədir. Bəzən müdavimlər elə düşünür ki, şəkil oxşamırsa, hə, deməli, bunlar üst-üstədir. Amma şərti oxuyun. Əsas şərtdir, şəkil yox. Əsas şərtdir. Şəkil bəzən elə verilmək olur ki, sizi çaşdırsın. Yəni, şəkillə siz cavab axtarmırsınız ki, əsas siz şərti oxuyun. Deyir, sahəsi 729 ar olan kvadrat. Deməli, kvadratın sahəsi 729 ardır. Və görürəm, cavab məndə metrləndir bütün yəni, variantlarda. Ona görə gəlin, ardan metrin kvadratında keçək. 729 ar 72.900 metrin kvadratıdır. İndi, o hansı iki ədəddir ki, yəni ki, bir-birinə vuranda, yəni A-nın kvadratı eləyir 72.900 metrin kvadratı. Deməli, onda kvadratın hər birinin tərəfi 270 metrdir. Deməli, buradan burada 270'dir. Buradan belə 270'dir. Sadəcə 3 hissəyə ayrılıb. Yəni 273 hissəyə ayrılıb 90. Burada 90. Burada 90. Deməli, bir düzbucaqlının eni 90, uzunluğu 270'dir. Üst-üstə düşmədiyi üçün mən kiçik tərəfi belə xətlə işarə eləyəcəm. Böyük 270'ləri isə belə 2 xətlə işarə eləyəcəm. Deməli, əvvəlcə gəlin 90'ları tapaq. 90'ın biri buradadır. Çünki bizə deyir, alınan fiqurun. Gəlin fiquru xaricdən çəkməyə çalışaq. Baxın, fiqur belə bir fiqurdur. Baxın, tam olaraq belə bir
fiqurdur. Xaricdən perimetrini istəyir bizdən. Baxın, 90'lara ayıraq. Bura 1.90. 1.90 buradadır. 1.90 buradadır. 1.90 buradadır. 1.90 buradadır. Deməli 4 dənə 90'ım var. Üstə gəl. 1.270 buradadır. 1.270 buradadır. 2 dənə. Biri buradadır 3, biri də buradadır 4. 4 dənə də 270 var. Üstə gələk. Bunun 90'ı gedib, burada 180'i qalıb. Eyni ilə bunun 90'ı gedib, burada 180 qalıb. 2 dənə də 180 eləyir 360. Deməli toplayıram. Bu 360, 360, 720. Bu da eləyir 1080. Bu da eləyir 1800. Deməli doğru cavabım olur 1800. Yəni Y variantı 4-cü test tapşırığında. Daha sonra 5-ci test tapşırığına baxaq. Bir fermada inəklərin ayaqlarının sayı quyruqlarının sayına 30% çoxdur. Deməli fermada inəklərin, bilirik ki, hər bir inəyin bir quyruğu olur. Bir quyruğu olur. 4 dənə də ayağı olur da, düzdür. Onda x sayda inəyin x dənə quyruğu olacaq, 4x dənə də ayağı olacaq. İndi deyir ki, quyruqların sayı, ayaqlarının sayı quyruqların sayından 30% çoxdur. Yəni ayaqların sayından quyruqların sayını çıxanda eləyəcək 30. Deməli onda 3x bərabərdir 30'a, x də bərabərdir 10'a. Deməli 10 dənə inək var imiş. 10 dənə quyruq eləyir, 40 dənə də ayaq eləyir. Və 40'dan 10'u çıxanda 30 eləyir. İndi qoyunlarda da nə deyir? Deyir ki, qulaqlarının sayı qulaq, bir də yenə də ayaqların sayı ayaq. Bilirəm ki, qoyunda 2 dənə qulaq olur, 4 dənə ayaq olur. Onda y sayda da qoyunda 2y sayda qulaq olacaq, 4y sayda da ayaq olacaq. İndi bizə deyir qulaqların sayısı ayaqların sayından 40% azdır. Yəni 4y-dən də 2y çıxanda eləyir 40'a. 2y bərabərdir 40'a, y bərabərdir 20'yə. Deməli 20 dənə də qoyun var. 10 dənə inək var, 20 dənə qoyun var. Cəmi neçə heyvan var? 10 üstə gəl 20 eləyir 30. Yəni doğru cavabım olur A variantı 5-ci test tapşırığında. 6-cı test tapşırığına baxaq. Deyir idmançı evdən dayanacağa 15-8 saata, dayanacaqdan idman zalına bundan 6'da 1 saat az vaxta gedir. O evdən idman zalına neçə dəqiqəyə gedir? İşin sirri buradakı dəqiqə söhbətindədir. 15-8 saatdırsa gəlin o dəqiqəyə keçirdi. 15-8 saatımı 1 saatım 60 dəqiqədirsə 15-8 saatı 60'a vururam. Eləyir 32 dəqiqə. Daha sonra deyir ki 6'da 1 saat azdır. 6'da 1 saatımda elə eləyir 10 dəqiqə. Azdır deyirsə çıxıram eləyir 22 dəqiqə. Gəlin indi görək nə deyir, təzdən baxaq. Deyir idmançı evdən dayanacağa, oradan da gedir idman zalına. Zalı. Deməli, evdən dayanacağa 15-8 saata, yəni 32 dəqiqəyə. 32 dəqiqə. Eyni ilə dayanacaqdan da idman zalına bundan 10 dəqiqə az, yəni 22 dəqiqə gedir, çıxır. Dayanacaqdan idman zalı. İndi bizə deyir ki, cəmi, yəni evdən idman zalına olan məsafə neçə dəqiqədir? 32 ilə 22'nin cəmi edir 54 dəqiqə. Yəni doğru cavabım olur A variantı 6-cı test tapşırığında. 7-ci test tapşırığına baxaq. Şahmat yarışında finala 7 oyunçu çıxır. Onlardan hər biri digərləri ilə bir görüş keçirməlidir. Finalda cəmi neçə görüş olacaq? Məsələn, X, Y, Z, T, D, K, 2, 4, L. Məsələn, yarışa çıxır X, Y, Z, T, D, K, L. 7 dənə oyuncu. Məsələn, X, Y-dən oynaya bilər. Eyni ilə Z-lə, T-lə, D-lə, K-lə, L-lə oynaya bilər. Eyni ilə Z-dən gəlir, özündən başqa hamısını oynayır. Amma bizə deyir ki, onlardan hər biri digərləri ilə bir görüş keçirməlidir. Məsələn, X, Y-dən görüşü keçirdirsə, Y qayıdıb X-dən görüşü keçirməyəcək. Bir dəfə görüş olacaq. Ona görə biz də bilirik təkrarlanma hadisəsi baş vermirsə, yəni bir-birləri ilə görüşü bir dəfə keçirdirlərsə, normalda n vurulsun n çıx 1'dir. Amma bir dəfə görüş keçirilirsə, bunu bölürəm 2'yə. Yəni 7 vurulsun 6 bölünsün 2. Burada da doğru cavabım eləyir 21, yəni C variantı. Elə sualda 42'ni qoymağımda da səbəb bunlar arasındakı fərqi başa düşməyinizdir. Nə zaman 2'yə bölürük, nə zaman 2'yə bölmürük. Daha sonra 8-ci test tapşırığına baxaq. Mirzə sınaqda hər 4 sualdan, deməli 4 sualdan 3 dənə doğrusu, düzü olur.
Mirzə bütün sualları cavablandırdığını bilərək 24 suala düz cavab verib. 24 suala düz cavab veribsə, gəlin görək neçə sualdan x sayda. Onda x-i tapmaq üçün 24-ü vururam 4-ə, bölürəm 3-ə. Bu da eləyir 8-i 4-ə vuranda eləyir 32. Deməli 32 sualdan hamısına cavab verib. Çünki deyir bütün sualları cavablandırdığını bilərik. Bu cümləni verməsəydi mən ola bilərdi ki, bəlkə heç 1-2 sualı başa düşməyib heç cavablandırmayıb. Deməli 32 sualdan 24-ü düz yazıb. Neçəsini səhv yazıb bütün sualları cavablandırıbsa, deməli 8-ini səhv yazıb. Doğru cavabım olur 8-də A variantı. 9-cu suala baxaq. Deyir 3A üstəgəl 20 dərəcəli bucağın kör bucaq olması üçün A-nın ala biləcəyi ən böyük natural qiyməti tapın. Kör bucaq yerləşir 180 dərəcə ilə 90 dərəcə aralığında. Onda bizdə də bu kör bucaq olması üçün deməli 90 dərəcədən böyük olmalıdır. 3A üstəgəl 20 dərəcə. 180 dərəcədən kiçik olmalıdır. Hər tərəfdən 20-ni çıxaram. Deməli 3A-nın özü yerləşir 70-dən 160 aralığında. Hər tərəfi 3-ə bölsəm A-nın özü yerləşər 70 böl 3 ilə 160 böl 3 aralığında. Bu da təqribən A yerləşir deməli 2 dəfə 10, 23 tam 3də 1 ilə burada da 53 tam 3də 1 aralığında. Yəni A ala bilər 24-ü, 25-i, 26-nı. Ən böyük qiyməti isə A-nın 23 qiymətidir. Bizə deyir ən böyük. Çünki 23 nə idi? 53 qiymətidir. Çünki 53-ü alır A ən böyük. Ondan sonra 53 tam neçələri alır və 54-ə doğru gedir. Yəni 53-ü ala bilər ən kiçik. Doğru cavabım olur C variantı. 10-cu test tapşırığına baxaq. ABCD düzbucaqlısında BC 2x çıx 4-dür. AD x üstəgəl 6-dır. DC 2x-dırsa bu düzbucaqlının sahəsini tapın. Bilirəm düzbucaqlının enləri bir-birinə bərabər olur. Yəni x üstəgəl 6 ilə 2x çıx 4-ü bir-birinə bərabər edirəm. 4-ü keçirdirəm bu tərəfə 6 üstəgəl 4 bərabərdir 2x çıx x-a. Onda x-in özü bərabərdir 10-a. X-in özü bərabərdir 10-a. Deməli uzunluğu 20-dir. Eni 16-dır. Həqiqətən burada da yerinə qoyanda 16 edir. Bilirik ki, uzunluq da bir-birinə bərabərdir. Amma bizdən sahə istəyir. Sahə en vur uzunluqdur. Deməli burada da doğru cavabım 20 vur 16, yəni 320 olmuş olacaq. Doğru cavabım olacaq 10-cu test tapşırığında Y variantı. 11. 4-ə qalıqsız bölünən 3 müxtəlif 2 rəqəmli ədədin cəmi 60-dır. 3 dənə müxtəlif 2 rəqəmli ədədin cəmi 60-dır. Deməli, bu ədədlərdən ən böyüyü, ən çox neçə ola bilər deyərsə, deməli, bu ikisi ən kiçik ədəd olmalıdır. İndi bizə deyir ki, 3 müxtəlif 2 rəqəmli. Ən kiçik 4-ə qalıqsız bölünən 2 rəqəmli ədədim 12-dir. Birinə 12 deyirəm və müxtəlif dediyi üçün, deməli, digəri 16-dır. Əgər müxtəlif söz olmasaydı, mən hər ikisini 12 deyə bilərdim. Onda bu x-i tapmaq üçün neyinirəm? X üstəgəlsin 28 bərabərdir 60-a. X bərabərdir 32-yə. 32 özü də 4-ə qalıqsız bölünür. Mütləq şəkildə bunu da yoxlamalısınız. Bəlkə elə ola bilərdi ki, mən 12-16 qoyanda bu 32 bölünməyə də bilərdi. Onu yoxlayıb tapırıq. Deməli, doğru cavabım olur 11-də D variantı. 12-ci test tapşırığına baxaq. Deməli, 12-ci test tapşırığında nə deyir? Deməli deyir ki, bir işçi 4 saatı 60 kisəni gətirir. Digər işçi isə 8 saatı 104 kisə yığır. Deməli biri gətirir, biri yığır. Onlar səhər saat 7:50-də işə başlayıb, gün ərzində 2 dəfə də nahar fasiləsi eləyirlər. Günün sonunda 18 kisə yerdə qalır. 19:20-də işləri yekunlaşır. Gün ərzində etdikləri fasilənin eyni olduğunu, yəni 2 dəfə fasilə eləyir, ikisi də eynidir. Məsələn, bir dəfə fasilə eləyəndə 1 saat fasilə eləyibsə, ikinci də 1 saatdır. 2 dəfə fasilə eləyiblər. Aha. Amma bu təxmini idi, dəqiq deyil. Aha. İndi nə deyir? Deyir ki, baxın, bir işçi 4 saata 60 kisə gətirir. Gətirənə gəlin baxaq. 4 saata 60 kisə gətirirsə, onda 1 saata x kisə gətirsə, bu x-i tapmaq üçün 60-ı bölərsiniz 4-ə, eləyəcək 15 kisə. Yığan isə 8 saata 104 kisə yığır. 1 saatı isə belə deyək, x kisə yığar. X kisə də x-i tapmaq üçün də nə edirik? 104-ü bölürük 8-ə bərabər olur. Deməli 13-ə.
Deməli, onun 3 kisədə bu eləyir. Belə düşünək. Məsələn, tutaq ki, 15 kisəni kimsə gətirir, qoyur məsələn, mənim qarşıma. Mən həmin o gətirilən 15 kisədən hər saatda, yəni 1 saat ərzində 15 kisə gətirir qoyur. 4 saatda 60 kisə getiribsə, deməli 1 saatda 15 kisə. 1 saatda 15 kisə gətirdi, qoydu. Getdi o bir kisələri gətirməyə, məsələn, başqa bir yerdən. Mən o 15 dənə kisə başlayıram doldurmağa. O artıq gəlir, yenə də 15 kisə gətirəndə mən artıq 13-ünü hazır eləyirəm, amma ikisi yerdə qalır. İkisini hələ doldura bilməmişəm. Yığa bilməmişəm içinə. Məsələn, tutaq ki, içinə qum yığacam. İkisini qalır. Necə tapdım ikisi? Çünki 15 kisədən gətirir 15-ini, amma mən 13-ünü yığıram. Deməli, ikisi yerdə qalır. Yerdə qalır. Bu hər dəfə, hər saat ərzində bu 2-2 qalır. İndi bizə deyir ki, günün sonunda 18 kisə yerdə qalır. Deməli, 18 kisə yerdə qalıbsa, 1 saatda 2 kisə yerdə qalırsa, 18 kisə yerdə qalması üçün deməli 9 saat keçib. Hər çünki saatda 2 kisə yerdə qalırdı. Çünki o 15-i gətirir, mən 13-ü doldururam. O 15-i gətirir, mən 13-ü doldururam. Deməli 9 saat keçib. Gəlin görək 07:50-də işə başlayıblar. 19:20-də işləri bitib. Deməli 19:20-dən 07:50-ni çıxıram. Bunun üçün də bundakı 1 saatı keçirdirəm, buna verirəm 70. Çıxanda 20 eləyir 11:20. Deməli 11 saat 20 dəqiqə bunlar işləyib. Amma necə işləyib də? Naharla bir yerdə həm işləyiblər, 2 dəfə də nahar eləyiblər. Gəlin görək 11 saat 20 dəqiqənin 9 saatını tam işləyiblər. Çünki 18 kisə yerdə qalıbsa tam 9 saat işləyiblər. Deməli 2 saat 20 dəqiqə nahara sərf olunub. Nahara. Nahar. 2 nahar bir yerdə. 2 nahar bir yerdə. Birlikdə. 2 birlikdə nahar fasiləsi. Deməli 2:20-nin 2 dəfə nahar fasiləsi eləyib və nahar fasilələri eynidir. Yəni 2 saat 20 dəqiqə 2 dənə nahar fasiləsidir. Onda bir nahar fasiləsi 1 saat neçə dəqiqədir? 1 saat 10 dəqiqədir. 1 saat 10 dəqiqədir. 1 saat 10 dəqiqədir. Bir dəqiqə bunu düz hesabladıq. Burada deməli 19:20-də çıxıbsa 60 verəndə burada 80 oldu. 18:80 çıxanda hə 11:30 oldu. Bir dəqiqə üzr istəyirəm, səhv hesablamışam. Çünki baxın, o 19:20-də 60 verəndə 18:80 oldu. 11:30. 11:30, burada da 30, burada da 30. 2:30 burada böləndə 2:30-u böləcəyik. Bu da eləyəcək 1 saat 15 dəqiqə. Deməli, bir nahar 1 saat 15 dəqiqədir. İndi bizə deyir ki, nahar fasiləsi eyni olduğunu nəzərə alaraq həmin saatı saatla ifadə edin. 1 saat 15 dəqiqə normalda 75 dəqiqədir. Və bunu saatla, kəsrlə ifadə eləməliyimsə 75 dəqiqəyə böləm 60-a. Hər birini 25-ə ixtisar eləsəm, 25 yox, 15-ə gedər. Burada 4, burada 5 qalar. Deməli 4-də 5. Doğru cavab olar B variantı 12-ci sualda. 13. A tam, B-də C. Yuvarlaqlaşdıranda 5,3 alınır. Nəyə qədər yuvarlaşdırırıq? Baxın, onluq kəsi yuvarlaqlaşdırdıqda deyirsə, bu deməli, onda birlərə qədər yuvarlaqlaşdırıram. Və bizdə də A vur, B vur, C bərabərdir 80-ə. Deməli, indi tutaq ki, bura 4 olsa, bilirəm ki, bu B elə bura onda deyə 5-ə gəlməsi üçün, bura 4 olması üçün B ilə C hasili 20 olsun. Bu da deyək, bura 5 tam nə qədər olsun. Bu da onda birləri qədər yuvarlaqlaşdıranda, bura artanda 1 vahid artır, bu artır. Onda gəlin özümüzü dağa daşa belə deyək də, vurmadan buranı 5 yazaq. Deməli, onda bura 100% 5-dir. Çünki bu artacaqsa, bu nəyə görə artır? C-yə görə özü artır 1 vahid. Onda, çünki bura 4-dirsə, bu ikisinin hasili 20 olmalıdır. Və bunun 4-ün 1 vahid artması üçün bura 9 olmalıdır. Bu da 9 olmur. Olmursa, onda deməli mütləq 5-dir. Mütləq 5-dirsə, deməli A 5-dirsə, onda B ilə C-nin hasili 16-dır. Onda mən getirib bura 3B-yə 3 yazsam, burada məsələn 0, 1, 2, 3, 4-dən birini yazsam, çünki axı 0, 1, 2, 3, 4 olsa artmır da, özü qədər qalır. 16 B-nin yerinə 3 yaza bilmərəm, çünki 16 3-ə bölmür. Deməli, elə B-nin özü 100% 2-dir. B-nin özü 100% 2-dirsə, deməli C-də
olur neçə? 8. Həqiqətən də 5 tam %28-i onda birlərə qədər yuvarlaşdıranda 5 tam onda 3 eləyir. Bizdə də indi A olur 5, B olur 2, C olur 8. İndi bizdə nə deyir? C çıx A, yəni 8 çıx 5 üstə gəlinsin 2. Eləyir doğru cavabım 5. Yəni doğru cavabım olur B variantı 13-cü test tapşırığı. 14-cü test tapşırığına baxaq. İki qardaşın yaşları 2 tam 4-də 1. Yəni 4-də 9 və 5-də 7 ədədləri ilə düz mütənasibdir. Yəni bu o deməkdir ki, 4-də 9 və 5-də 7 nisbətindədir. Düz mütənasibdir o deməkdir. Yəni ki, məsələn, birinci qardaşın yaşının 4-də 9 hissəsi var. Hissəsi tapmaq olur. İkinci qardaşın yaşında 5-də 7 hissəsi tapmaq olur. İndi deyir ki, məsələn, tutaq ki, bunlar bu nisbətdədirsə, deməli, onda 4-də 9K ilə düz mütənasib hissələrdirsə, bu o deməkdir ki, 4-də 9 və 5-də 7 nisbətindədir. Nisbət deyəndə də bir yanına K yazırıq. Bu ikinin yaşlarının cəmi 100-dən kiçikdir. Yəni, kiçikdir 100-dən. Orta məxrəc bunu 5-ə vururam, bunu da 4-ə vururam. Olur, deməli, 45K üstə gəlinsin. 28K bölünsün 20 böyükdür 100-dən. Davamını burada yazacağım. Deməli, 20-də 3, 73 eləyir də. 73K böyük, deməli, kiçikdirlər 100-dən. K-nı tapmaq üçün də 100-ü, deməli, işarə düzəldək. 100-ü vururam 20-yə, bölürəm 73-ə. Bu da K da kiçik olur 27 tam nə qədərdən? Böləndə 2000-i 73-ə böləndə 27. Yəni K 27-dən kiçik bir ədədlər. 27, 26, 25 ala bilər. Çünki 27 tam nə qədərdirsə 27-yi də ala bilər. Amma belə bir şey var ki, cümlənin əvvəlində mən dedim ki, iki qardaşın yaşının həm 4-də 9 hissəsi tapmaq olur, həm də 5-də 7 hissəsi tapmaq olur. Yəni ki, bu K elə bir ədəddir ki, o həm 4-ə bölünə bilir tam, həm də 5-ə bölünə bilir. Və 27-dən kiçik olmalıdır. 27 tam nə qədərdən. Onda K elə 20-nin özüdür. Çünki o həm 4-ə, həm də 5-ə rahat bölünə bilir. Deməli, K 20-nin özüdürsə, deməli 4-də 9 K-dırsa, vururam 20-yə. Eləyir neçə? 5, 45 yaş bir qardaşındır. 5-də 7-yi də vururam 20-yə. Eləyir 28 yaşlı digər qardaşındır. Bunların da yaşları fərqi eləyir 17. Doğru cavab olur D variantı. Həm də baxın, özləri də deyir, qardaşların yaşları natural ədədlərlə ifadə olunur. Çünki yəni K-nı elə məntiqi də qoyub ki, K-nı yerinə elə bir ədəd qoyub ki, o həm 4-ə, həm 5-ə bölünə bilsin. O da 20-dir. Əgər bəs deyəcəksiniz ki, ay müəllim, bu 20-ni belə tapa bilirdimsə, elə orta məxrəcdən tapırdım da. Bəs nəyə lazım idi bu bərabərsiz? Axı bu təkcə 20 ödəmir. 20 də ödəyirdi, 40 da ödəyir, 60 da ödəyir, həm 4-ə, həm 5-ə bölünən ədədlər. 80 də ödəyir, 20 misilləri ödəyir. Amma biz K-nın 27-dən kiçik olmasından bildik ki, K elə 100% 20-nin özüdür. Daha sonra 15-ci test tapşırığına baxaq. Əgər məxrəclər bərabərdirsə baxmırıq. 23-dən böyükdür x üstə gəl 18, o da böyükdür 30-dan. Hər tərəfdə 18-i çıxıram, 5 böyükdür x böyükdür 12-dən. Onda x 6, 7, 8, 9, 10, 11 ala bilər. Bu ikisinin cəmi 20, 30. Deməli, 20, 30. 5-dən 7-dən 8, 15. Buradan da deməli eləyir 30, 15, 41, 50, 45, 51. 51. Doğru cavabım olacaq B variantı 15-ci test tapşırığında. Daha sonra baxaq 16-cı test tapşırığına. Deyir, hovuzun tutumu 360 litrdir. Hovuzun 5'də 3 hissəsi doludur. 5'də 3 hissəsi tapıram. Eləyir, deməli 216 litri doludur. Deyir, bu hovuzun 9'da 4 hissəsi dolu olması üçün, yəni 360'ın 9'da 4 hissəsi tapıram, 160 litre eləyir. Dolu olması üçün nə qədər su boşaltmalıyım? 216'sı doludur, 160'ını dolu eləmək üçün 56 litre hələ boşaltmalıyam. Doğru cavabım olur B variantı. Daha sonra baxaq 17-ci test tapşırığına. 730.852 ədədində 0 rəqəminin mərtəbə vahidi. Mərtəbə vahidi soruşanda vahid 1-dirsə, altına xətt çəkdiyim ədədin yerinə 1, ondan sağda yerləşən ədədlərin sayı qədər 0 yazıram. 3 rəqəminin mərtəbə qiyməti. 3-ün mərtəbə qiyməti də qiymət deyirsə 3'ü olduğu kimi yazıram, ondan sağdakilərin sayı qədər 0. Onluqlar mərtəbəsinin mərtəbə vahidlərinin sayı, təklik onluq, onluğun mərtəbə vahidinin sayı 5. Və ədəddə olan 10 minliklərin sayı. 10 minlərdir, 10 min, 3 dənə 0, 10, yanında 3 dənə 0, yəni 4 dənə rəqəm.
4 də 0 sildim. Qalır 73. Toplayıram 30.000. Üstə gəlinsin 1000. Üstə gəlinsin 73. Üstə gəlinsin 5. 8, 7, 0, 31. 31.078. Doğru cavab olur A variantı. Daha sonra 18-ci suala baxaq. Deməli, tərəfləri 24, 36, 48 olan üçbucaq formasında bağın ətrafına bərabər aralıqda ən az deməli ağac əkmək olar. Əgər mən ən az ağac əkəcəmsə, deməli mən aralığı uzun götürməliyəm də. Məsələn, 6-6 götürsəm ən uzun məsafə deyil. Yəni elə bir ədəd seçməliyəm ki, o 24-ə, 36 və 48-ə bərabər bölünə bilsin və ən böyük olsun. Yəni elə bir ədəddir, o da 12-dir. Yəni aralığı 12-12 götürə bilərəm. Aralıq sayı 12-dir. Və belə test tapşırığında, məsələn, üçbucaq formasında, düz bucaqlı formasında biz perimetri aralıq sayına bölərək, perimetri aralıq sayına bölərək ala bilərəm ağac sayını. Yəni perimetrim neçədir? 24 üstə gəl 36 üstə gəl 48. Onu bölsəm aralıq sayı 12-yə. Bu da eləyir deməli 60 108. 12-yə bölsəm eləyər 9. Deməli 9 dənə ağac əkmək olar. Daha sonra baxaq 19-cu test tapşırığına. 4 nəfərlik qrupun hər bir üzvü özündən başqa digər 3 nəfərin yaşları cəmini hesablayır. Məsələn, X, Y, Z, bir də T'dir. Məsələn, X özündən başqa digər 3 nəfərin, məsələn, Y, Z və T'nin yaşları cəmi olur 101. Daha sonra Y özündən başqa X, Z və T'nin yaşları cəmi üçün deyir ki, 105-dir. Daha sonra Z isə X, Y və T üçün deyir ki, yaşları cəmi 107-dir. Daha sonra T isə deyir ki, X, Y ilə Z-in yaşları cəmi 113-dür. Və bu 4 dənə bərabərliyi toplayıram. 3 dənə X eləyir, 3 dənə Y eləyir, 3 dənə Z eləyir, 3 dənə də T eləyir. Bunları toplayanda 400, deməli 412, 13, 26 eləyir də. Deməli 12, 25, 26. Bəli, 426. Hər tərəfi də 3-ə bölsəm X, Y, Z, T'nin cavabı 142 eləyər. Deməli doğru hamısının cəmi 142 eləyər. Deməli biz də bilirik Y, Z, T'nin cəmi 101-dir. Onda bura olacaq deməli X yəni olacaq 1, 41. Deməli, X-im olacaq 41. Daha sonra bunu silirəm. Məsələn, bunları silirəm. Daha sonra hər birini bir-bir tapa bilərəm. Məsələn, X, Z, T'nin cəmi 105-dirsə, onda Y 142 çıx 105-dir. Bu da eləyir 37. Deməli, Y olur 37. Daha sonra, deməli, yenə də təmizləyirik. Daha sonra, X, Y, T'ninki 107-dirsə, deməli 142-dən 107-ni çıxıram, eləyir 35. Deməli Z-im özü 35-dir. Bundan əlavə olaraq da sonuncu olaraq belə yaza bilərik ki, X, Y, Z 113-dirsə, deməli bu da eləyir 29. T də olur 29. Deyir, qrupda yaşca ən kiçik üzvün neçə yaşı var? 29 yaşı var. 41, 37, 35, 29 yaşları olur. Daha sonra 20-ci test tapşırığına baxaq. İki bitişik çevrənin ətrafına düzbucaqlı çəkilmişdir. Çevrələrin daxilində çəkilmiş qırmızı rəngli xətlərin ümumi uzunluqları cəmi Y-dir. Deməli, bu xətlər, qırmızı xətlər radiuslardır. Çünki çevrənin mərkəzindən tərəfə olan qədər məsafə R, buradan burada R-dir, buradan burada R-dir. Deməli, 3 R-in cəmi, yəni 3 dənə radius Y-ə bərabərdir. Onda radiusun biri Y bölünsün 3-dür. Və biz bilirik ki, buradan bura qədər 1 R-dir, buradan da bura 1 R-dir. Yəni, bunun eni 2 R-dir. Uzunluğu isə buradan bura R, 4 R-dir uzunluğu. Bu düzbucaqlının sahəsi taplayanda R-in yerinə Y böl 3-ü götürüb qoyuram. Onda bunun eni olur nə? 2 R idi, oldu Y böl 3. Uzunluğu da 4 R idi, yəni 4 vurulsun Y böl 3. İndi sahəni tapmaq üçün neyinirəm? Eni uzunluğa vuraram. Onda, yəni 2 vurulsun Y böl 3-ü vuraram. 4 vurulsun
y böl 3-ə. Deməli, və ya bilirik də y böl 3-ü də bu vurmanın yerini dəyişəndə fərqi yoxdur. Yerini dəyişə bilər. Yəni, əsas bir y-i 3-ə böləcəksiniz. Ola bilər y böl 3-ü birinci bölüb sonra 2-yə vurasınız. Ola bilər vurub 3-ə böləsiniz. Axır əvvəl y 3-ə böləcəksiniz. Bu vurmanın yeri dəyişə bilər, amma bölmənin yeri dəyişməz. Deməli, doğru cavabım olacaq Y variantı 20-ci test tapşırığında. Daha sonra deməli, baxaq. Burada 21-ci test tapşırığına başlayaraq artıq bu sertifikasiya hazırlaşan müəllimləri əhatə eləyirdi bu suallar. Deməli, 52-ni bölürəm. 4x üstə gəlinsin 1, çıxılsın 3 bərabərdir 1-ə. Əvvəlcə bu bir məhsuldur. Neçədən 3 çıxanda 1 eləyir 4-dən. Onda 52-ni bölürəm. 4x üstə gəlinsin 1-ə bərabər eləyir 4-ə. İndi neçəni 52-yi neçəyə böləndə 4 eləyir 13-ə. Onda 4x üstə gəlinsin 1 13-dürsə, onda 4x-im 12-dir, x-im də eləyir 3. X-im 3-dürsə getirib yerinə yazıram. 5 vurulsun 23 üstə gəlinsin 48, çıxılsın 8 bərabərdir. 1 71, deməli vuranda 5-ə eləyir 71-i 5-ə vuranda 355, ondan da 8-i çıxanda eləyir 347. Deməli, doğru cavabım olacaq 347, yəni D variantı. Doğru cavabım olacaq D variantı 21-ci test tapşırığında. 22-ci test tapşırığına baxaq. 2 ədədin fərqi 196-dır. Azalan və çıxılandan söhbət gedir. 2 ədədin fərqi 196-dırsa, deməli biri azalan x üstə gəl 196-dır. Çıxılan x-dır. X üstə gəl 196-dan x-i çıxanda 196 eləyir. Deyir, azalanı 34 vahid azaldıram. Çıxıram 34-ü. Eləyir x üstə gəlinsin 162. Çıxılanı 34 vahid artırıram. Üstünə gəlim 34-dür. Bu da oldu çıxılan. Fərq neçə olar? X üstə gəl 162 oldu azalan. Ondan çıxmalıyam çıxılanı. Yəni x üstə gəl 34-dür. Deməli onda x üstə gəl 162, çıx x, çıx 34. X-lar getdi. 162-dən 34-ü çıxanda 128. Doğru cavabım olur 22-də C variantı. Deməli 22-də doğru cavabım olur C variantı. 23-cü test tapşırığına baxaq. 2 ədədin fərqi 42-dir. Yəni, məsələn, x-la y-in fərqi 42-dir. Böyük ədədim tutaq ki, x-dır. Bölmüşəm y-ə, 2, qalıqda da almışam 17-ni. Onda x-i tapmaq üçün neyinirəm? Bilirəm ki, 2y üstünə gəldim 17-ni. Getirib yerinə yazıram. 2y üstə gəlinsin 17, çıxılsın y bərabərdir 42-yə. Onda y üstə gəl 17 bərabərdir 42-yə. 42-yə. Onda y neçəyə bərabərdir? 25-ə. Y 25-dirsə, deməli, digər ədədim olacaq 50, 67. İndi 25 ilə də 67-nin cəmini tapıram. Eləyir 2, 92. Doğru cavabım olur 23-də A variantı. Daha sonra, deməli, 23-də doğru cavabım olur A variantı. 24-cü test tapşırığına baxaq. Deyir, aşağıdakılardan neçəsi doğrudur? Kvadrat düzbucaqlıdır, doğrudur. Kvadrat rombdur, doğrudur. Düzbucaqlı kvadratdır. Deyirik ki, kvadrat düzbucaqlıdır, amma tərsi doğru deyil. Bu səhvdir. Romb düzbucaqlıdır. Romb düzbucaqlıdır. Baxın, rombun özü bəli, düzbucaqlı belə deyək də, düzbucaqlıdır. Yox, düzbucaqlının özü rombdur. Yəni, belə deyək, bu fikir də səhvdir. Niyə görə? Çünki baxın, biz deyirik ki, belə deyək, məsələn, kvadrat ən çox, belə deyək də, şaxələnmiş, yəni, həm kvadrat həm rombdur, həm düzbucaqlıdır, həm dördbucaqlıdır, həm də paralleloqramdır. Amma romb üçün deyəndə isə, biz sadəcə deyə bilirik ki, romb nədir? Məsələn, romb əslində öz baxası olsam, romb deyərəm ki, həm dördbucaqlıdır, həm də paralleloqramdır. Yəni, romb düzbucaqlı deyil, dördbucaqlıdır. Yəni, bunu qarışdırmayın. Romb dördbucaqlıdır. Yəni, bu fikir səhvdir. Paralleloqram dördbucaqlıdır, hə, bu fikir doğrudur. Gəlin, amma təkrarlayaq. Deməli, baxın, mən bir-bir təkrarlayıram. Bilməyən müdavimlər özləri üçün qeyd eləsinlər. Yenə də təkrarlayıram. Paralleloqram dördbucaqlıdır. Düzbucaqlı həm dördbucaqlıdır, həm paralleloqramdır. Romb dördbucaqlıdır, həm paralleloqramdır. Kvadrat dördbucaqlıdır, düzbucaqlıdır, paralleloqramdır, rombdur.
Trapesiya isə sadəcə və sadəcə dördbucaqlıdır. Baxın, bu dediklərimin, məsələn, bax dedim ha, parallelogram dördbucaqlıdır, düzbucaqlı dördbucaqlı və parallelogramdır, romb dördbucaqlı və parallelogramdır, kvadrat dördbucaqlıdır, düzbucaqlıdır, parallelogramdır, rombdur. Trapesiya isə dördbucaqlıdır. Bu dediklərimin, bu dediyim cürü düzdür, amma tərsi səhvdir, yəni tərsi doğru deyil. Yaxşımı? Deməli, buradan da neçəsi doğru oldu? 3-ü doğru oldu. Doğru cavab oldu. 24-də də C variantı. 25-ci test tapşırığına baxaq. 25-ci test tapşırığında deyir ki, bacı və qardaşın 6 il əvvəlki yaşlarının fərqi 14-dür. Bacı, qardaşın, indi deyir, bacının indiki yaşı qardaşının indiki yaşından 3 dəfə böyükdür. Yəni, bacının indi 3x yaşı varsa, qardaşın x yaşı var. Bilirəm ki, yaş məsələlərində illər keçsə də dəyişməyən tək şey insanlar arasındakı yaş fərqidir. Yəni 6 il əvvəlki yaş fərqi 14-dürsə, indiki yaş fərqidir. Yəni 3x-dan x-i çıxan deməlidir 14. Yəni 2x bərabərdir 14-ə, x eləyir 7. Deməli, hal-hazırda bacının 21, qardaşın 7 yaşı var. Deyir, indi hər ikisinin 4 il sonra bacının olur 25 yaşı, qardaşın olur 11 yaşı. Deyir, yaşları cəmini tap, yəni eləyir 36. Doğru cavabım olur 25-də də B variantı. Deməli, bugünlük bu qədər. İmtahana, yəni sınaq imtahanına düşən testlərin izahını sizə təqdim elədim. Əgər sizlər də sınaq imtahanlarında iştirak etmək istəyirsinizsə, ödənişsiz sınaq imtahanlarında qeyd etdiyim nömrənin WhatsApp-ına yaza bilərsiniz. 051 595 1091. Eyni ilə ödənişli dərslərimizdən və ya ödənişsiz WhatsApp qruplarımızdan istifadə etmək istəyirsinizsə, yenə də 051 595 1091 nömrəsini WhatsApp-na qeyd eləyə bilərsiniz, yaza bilərsiniz. İnşallah növbəti izah videolarında görüşənə qədər videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.